Salam əziz İntibah TV izləyiciləri. Bugün hər birimizin düşünməli olduğu bir sualla müraciət etmək istəyirəm. Bir milləti güclü edən nədir? Bəziləri deyəcək ki, güclü ordu. Digərləri deyəcək güclü iqtisadiyyat. Kimisi təbii sərvətlər, kimisi də böyük əhalini misal göstərə bilər. Bütün bunlar əlbəttə vacibdir. Amma bunların heç biri tək başına bir milləti güclü etmir. Tarixə nəzər salsaq görərik ki, böyük sərvətlərə sahib olub, tarix səhnəsindən silinən dövlətlər də olub. Əhalisi milyonlarla olan, amma daxili parçalanma səbəbindən zəifləyən ölkələr də olub. Deməli, gücün əsasında başqa dəyərlər dayanır. Məncə bir milləti ilk növbədə birlik güclü edir. Fərqli düşüncələr, müxtəlif baxışlar normaldır. Amma söhbət dövlətin və xalqın milli maraqlarının qorunmasından gedəndə hamı eyni məqsəd uğrunda birləşməyi bacarmalıdır. Çünki parçalanmış cəmiyyət heç vaxt böyük uğurlar qazana bilməz. İkinci vacib amil təhsildir. Təhsil yalnız diplom almaq deyil, təhsil düşünməyi, araşdırmağı, düzgün qərar verməyi və məsuliyyət daşımağı öyrədir. Biliyə investisiya qoyan millətlər gələcəklərini də qururlar. Üçüncü amil məsuliyyətdir. Güclü dövlət yalnız qanunlarla deyil, o qanunlara əməl edən vətəndaşlarla qurulur. Hər kəs öz məsuliyyətini dərk etdikdə cəmiyyət daha sağlam inkişaf edir. Digər mühüm məsələ əməksevərlikdir. Heç bir xalq yalnız arzularla inkişaf etmir. İnkişafın arxasında zəhmət, intizam və davamlı çalışma dayanır. Hər bir insan öz sahəsində vicdanla çalışdıqda bu bütövlükdə ölkənin inkişafına töhfə verir. Bir milləti güclü edən digər amil isə vətən sevgisidir. Vətən sevmək yalnız sözlə olmur. Vətənə xidmət etdiyin işdə məsuliyyətli olmaq, qanunlara hörmət etmək, təbiəti qorumaq, cəmiyyətə faydalı olmaq da vətən sevgisinin ifadəsidir. Bugün dünyada rəqabət yalnız silahla aparılmır. Elm, texnologiya, iqtisadiyyat, informasiya və digər sahələrdə güclü olmaq lazımdır. Buna görə də müasir dövrdə inkişaf edən millətlər gələcəyə hazırlaşan yeniliklərə açıq olan millətlərdir. Və əlbəttə gələcəyin əsas qüvvəsi gənclərdir. Gənclər yalnız sabahın deyil, bugünün də məsuliyyətini hiss etməlidir. Öz üzərində çalışan, oxuyan, öyrənən, cəmiyyətə fayda verməyə çalışan gənclər ölkənin ən böyük sərvətidir. Hər birimiz öz sahəmizdə daha məsuliyyətli, daha vicdanlı və daha fəal olmalıyıq. Çünki güclü dövlət güclü vətəndaşdan formalaşır. Sonda isə bir fikri xüsusi vurğulamaq istəyirəm. Bir milləti güclü edən nə silahdır, nə sərvətdir, nə də əhalinin çoxluğu. Bir milləti güclü edən onun birliyi, biliyi, əzəməti, məsuliyyəti və milli dəyərlərinə bağlıdır. Bu dəyərləri qoruyan xalq isə gələcəyini öz əlləri ilə qurmağı bacarır. Diqqətinizə görə təşəkkür edirəm.